Biletlerimizi aldıq. İlk dəfə olaraq gecələyərək Şəkiyə gedəcəyik. Şu insanı da aldık adını. Saat 23:15 olaraq qatarımız yola çıxmağa başlamışdı və biz standart 7 nəfərlik bilet götürmüşdük. Kupelər 4 və 2 nəfərlik idi. Oyun oynayırıq. Deməli, hər kəsin 7 dənə uşaq 7 rəngdə var və indi onları atacağıq. 7 çeşid və rəngdən ibarət atışdırmalıqlar almışdıq. Bütün gecə boyu bunlardan yeyib söhbət edirdik. Demək olar ki, sabaha qədər yatmamışdıq və hətta bizim səsimizdən bütün qatarın yatmadığına əmin idim. Səhərə yaxın davam edən söhbətdən sonra hər kəsi öz yerinə qovduq ki, 1-2 saat yata bilək. Sonra isə hər kəsə özəl verilən yorğan özlüklərini yerlərimizi sərdik və yatmağa başladıq. Səhər saat 6-da artıq Şəkiyə çatmışdıq və burada isə hər kəsin üzündəki o xoşbəxtliyi yəqin ki görürsüz. 7 nəfər bir maşına minib sonunda səhər yeməyi yeməyə gəldik. 7 nəfər bir maşında gəlmək necə hiss idi? Özümü ağaçdan düşmüş kartof kimi hiss edirəm. Burada göyə restoranı çəkirəm ki, səhər kahvaltısında çəkərəm, amma yemək gəldikdən sonra hər şeyi unuduram və yeməyimizi yedikdən sonra artıq yola düşürük. Otelə gəlmişik, gedə yataq. Qarboranın içində yol gedirik, əməlli başlı qar yağır. Üçümüz donay. Mərkəzdəki bayaqki restorandan çıxırıq. Düz. Orada oldu. Havanın soyuq olmasına rəğmən biz irəliləməyə davam edirik, çünki cəmi bir günümüz var və bütün şəhəri gəzməliyik. İnşası tamamlanmamış bu qalaya gəlib şəklin mənzərəsinə də baxdıqdan sonra şəkil çəkdik və qoyduq yola. Gəlmişkən 2 manatlıq Dayday kafesində çayda içməsək olmazdı təbii ki. Kərvansaray saat 11-də açıldığı üçün ilk yolumuz Kərvansaraydan oldu. Kərvansaray olmaması mümkün deyildir. İnşa edilmiş kərvansaray binalarının təkcə kərvanların və səyyahların qalması üçün deyil, həm də müxtəlif ticarət əməliyyatlarının Şəkiyə gəlib də Xan Sarayına getməsək ayıb olardı. İçərini çəkməyə icazə olmadığı üçün çöldən sadəcə 1-2 kadr götürə bilirəm. Xan Sarayının yaxınlığında rəsm muzeyi vardı, orada baş çəkdik. Həmçinin əl işləməli suvenirlər və hədiyyəliklər də vardır ki, yerli əhali və turistlər üçün satışı mövcuddur. Daha sonra Şəkinin məşhur Qaqarin restoranına gəlib buranın ikisindən də yeməsək olmazdı. Şəkinin əsl yeyilmə tərzi buymuş. Bəli, birinci suyunu çəkirik belə doğrayırıq bu suyuna çörəyi, ətbəyi. ətbəy. Ya bu səsin özəlliklə. Bu səs gəlmədi. Bəli. Bu səs gəlmirsə demə əzə bilmir. Taxta işləmir. Çox ağır yeməkləri yeyə bilmədiyi üçün mən isə qutab sifariş etdim. Daha sonra hər kəsin uydurduğu qanunlardan ibarət oyunu da oynadıqdan sonra yenidən yola qoyulduq. Bir də ən maraqlı məqam isə Kərvansaradan düz günün sonuna qədər bizə bələdçilik edən bu it idi. Bura məscid deyil ki. Sonrakı səfərimiz xanın məzarı oldu. Xanın məzarı deyilməsinə rəğmən keçmiş illərdən qalan bir çox saxsı qablar, geyimlər və hətta zinət əşyaları da burada muzey olaraq saxlanılmaqdadır. Onlar 19-cu əsr aid olan güzgülərdə o vaxt Arxa hissədə isə xan və onun yaxınlarının məzarları yerləşməkdədir. Daha sonra dağa qalxmağa çalışsaq da yollar çox sürüşkən və buzlu olduğu üçün bir növ qalxmaqdan vaz keçdik və hətta bu itlərin anasının da biraz qabaqda olacağından düşünüb qorxduq. Şəkiyə gəlmişkən Şəki paxlavasını da alıb qayıtmasaydıq bu zaman günah olardı. Paxlavamızı da alıb gəzdikdən sonra bir restoran seçib orada oturduq. Restoran yeməkləri çox yaxşı olsa da servisini çox da bəyənmədim. Çöldə havanın qarlı olmasına rəğmən istiliyi ən aşağı rejimdə qoymuşdular. Problemi bildirmək üçün süfrəçini çağırsaq da süfrəçi bizə heç qulaq asmırdı. Dəfələrlə problemi bildirdikdən sonra istiliyi qaldırdılar.
Sonda isə vağzalın gözləmə məntəqəsində biraz əyləndikdən sonra videonu sonlandırırıq. Hər kəs çox yorğun olduğu üçün qatara qayıdıb elə birbaşa yuxuya getdik.